Şəhidlik ölüm deyil, millətin ruhunun ölməzliyidir. Onlar torpağa can verib, xalqına əbədiyyət qazandıranlardır. Bu igidlərdən biri də Vətən müharibəsinin qəhrəmanı, Azərbaycan ordusunun mərd döyüşçüsü Nicat Ayazoğlu Şükürlü idi. 12 oktyabr 2020-ci ildə Xocavənd uğrunda qəhrəmancasına şəhid oldu. O gündən Nicat bir ailənin yox, bir millətin fəxrinə çevrildi. Qarabağ müharibəsi veteranları Səbail rayon təşkilatının sədr müavini, 1-ci Qarabağ müharibəsi iştirakçısı Rövşən Cavadov isə Nicat haqqında belə danışır. Nicat rəhmətlik şəhidimiz, biz onu tanıdığımız devirdə həmişə çox sədaqətli, vətənpərvər, çox ağıllı bir bala idi. Gözəl hərəkətləri ilə məhəllədə ağsaqqalların və gənclərin yazılan bir nüfuzlu hörməti var. Elə bir ki, o elə anadan gəlmə doğulanda vətənpərvər doğulmuşdu. Və belə şəhidlərimizlə biz qürur duyuruq. Nicat Şükürlü prezidentin sərəncamı ilə Vətən uğrunda Füzulinin azad olunmasına görə və Xocavəndin azad olunmasına görə medalları ilə təltif edilib.